Bugünkü mövzumuz paletikadır. Paletika üzərində xəritələrin sahəsinin hesablanması dərsidir. Diqqətlə baxaq bu mövzunun izahına. Deməli, ümumiyyətlə paletika nədir? Paletika deyəndə biz ümumiyyətlə şəffaf damalara bölünmüş bir şəffaf lövhədir. Paletikanın ümumiyyətlə xəritələr üzərində uzunluq hesablamaq üçün bir pərcardan istifadə olunur, mikrometrdən fikir verin. Bu pərcardır uzunluğu hesablamaq üçün. Bir də ki, kurvimetr adlanan cihazın köməkliyi ilə xəritənin üzərində hər hansı bir ərazinin uzunluğunu hesablamaq üçün istifadə olunur. Və xəritələrdə sahəni də hesablamaq üçün dedik ki, biz paletikanı da bayaq dedik ki, yəni damalara bölünmüş şəffaf lövhədir. Bu paletikanın da deməli bir damasının sahəsi bərabərdir təxminən 1 sm². Yəni bir damasının sahəsi bərabərdir 0,25 belə deyək sm². Burada da qeyd olunub. 0,25 sm² bir damasının sahəsidir. 4 damasının sahəsi isə deməli bərabər olacaq 1 sm². Yəni biri 0,25-dirsə, ikisi, üçü, dördü birlikdə 1 sm² uyğun gələcək. İndi bunlarda bu tipli məsələlər necə hesablanılır? Yəni burada necə hesablama apara bilərik? Birinci paletikanın məsələn belə 8 suala baxaq 8-ci suala. Məsələn deyir ki, paletika ilə verilən ərazinin miqyası bu qədər olarsa, ərazinin həqiqi sahəsini tapın. Fikir verin, paletikanın sahəsini verib. Burada birinci sayırsan paletikanın damalarına. Bu iki cür olur. Bir tam dama, bütöv dama, belə deyək də. Bir bütöv dama, bütöv dama. Bir də ki, yarımçıq damaları ayrı-ayrılıqda belə deyək, sayırıq, hesablayırıq. Məsələn, 1, 2, 3, 4, belə deyək, 5 tam dama var, fikir verirsinizsə. 5 tam damanı qeyd elədik, bütöv damanı qeyd elədik bura. Burada 1, 2, 3, 4, 5, 6 dənə də yarımçıq dama var. Bu da 6 yarımçıqdır. İndi bu yarımçıqlar bizə yəni 1 sm², 0,25 sm² vermədiyinə görə biz 6 yarımçıq damanı bölürük neçəyə? 2-yə bölürük, birləşdiririk sanki. Bu deyilir 3 dənə tam dama. Elə bil ki, hər bir məsələn yarımçıq dama bir tam damanın yarısıdır. O ümumilikdə birləşir, olur tam dama. Deməli oldu 3 tam dama. 5 dənə tam bütöv dama burada var. Üstünə gəlirsən, eləyir 8 bütöv dama. 8 bütöv dama elədir, düzdürmü? İndi bizdə demişdik deməli, daha doğrusu 4 tam dama 1 sm²-dırsa, 8-i nə qədər olacaq? X. Bu da eləyəcək nə qədər? Təbii ki, 2 sm². Deməli, bu kvadratı tapandan sonra miqyas verilib. Miqyası qoyursan yerinə. Deməli, 1 bölünsün. 5 0 sildim. Elədi 2 kilometrdə. 1 sm-də 2 kilometr. İndi burada axı kvadrat deyirsə, burada kvadrat varsa, onda nə edirik? Hər tərəfin kvadrata yüksəldirik miqyasını. Olur 1 sm-in kvadratında 4 kilometr kvadrat. Bəs 2 sm-in kvadratında nə qədər olacaq? X. Deməli, 2-ni də 4-ə vuranda eləyəcək təbii ki 8 kilometr kvadrat. Yəni bu sadəcə bir nümunə idi, belə hesablanacaq. Ümumilikdə də yəni burada da hesablayanda damaları da hesablayırsınız. Tam dama olduğu kimi qalır. Yarımçıq damanı 2-yə bölüb tam dama alırsınız və o tam damanı belə deyək, digər aldığın tam dama ilə hesablayırsan. Tam dama 1 üstə gəlsin, tam dama 2. Burada məsələn 1-dir, bu 2-dir. O da eləyir ümumilikdə tam bütöv damalar və onu da vurursan, deməli 0,25-ə cavabı tapırsan. Bu da paletika ilə bağlı məsələ idi. Deməli, paletikada xəritə üzərində hesablama ilə bağlı məsələ idi. Paletikada var idi. Orada xəritədə sahəni hesablayanda paletikadan, uzunluğu hesablayanda isə pərcar və yaxud da kurvimetrdən istifadə olunur. Növbəti dərsimiz qlobusdur. Qlobusda əsasən qlobus yer kürəsinin modelidir, kiçildilmiş modelidir. Qlobus ilk dəfə
eradan əvvəl 3-cü əsrdə Krates Molonski tərəfindən hazırlandığı güman olunur. Şərqdə isə Əl-Biruni tərəfindən 11-ci əsrdə gildən ümumiyyətlə qlobus hazırlanıb. Avropada isə 1492-ci ildə Martin Behaim tərəfindən hazırlanıb. Ümumiyyətlə biz qlobusun formasını burada görürük şəkil vasitəsilə və xüsusiyyətləri var. Məsələn, coğrafi koordinatlar var. Bəli, qlobuslarda coğrafi koordinatlar mövcuddur. Yəni paralel və meridianlar var. Tərifsiz təsvirdir. Bəli, çünki yeri tam şəkildə belə deyək, əks etdirir. Cəhətləri təyin etmək olur. Bəli, yuxarı hissə şimal, aşağı hissə cənub, bu hissə şərq, bu hissə qərb olur. Yerin əyriliyi nəzərə alınır, kürədir, bəli. Nisbi hündürlüyü təyin etmək olur, bəli. Mütləq hündürlük təyin etmək olur. Şərti işarəli təsvirdir. Yalnız baş miqyas var. Yəni bunlar qlobusa aid xüsusiyyətlərdir. Bunları yəni mütləq şəkildə biz bilməliyik. Şərti işarələrdir. Şərti işarə nədir ümumiyyətlə? Şərti işarələr ərazinin xəritələrdə, planda, qlobusda təsvir olunması üçün istifadə olunan simvollardır, belə deyək. Bunun 3 növü var. Konturlu, xətti, miqyassız. Konturlu nədir? Konturlu böyük bir əraziləri təsvir edən, izah edən şərti işarələrdir. Bunlar konturlu adlanır. Digər adı ilə sahəvi də adlanır. Məsələn, göllərdir, meşələrdir, bağlardır. Ondan sonra nə bilim, əkin sahələridir, meyvə bağlarıdır. Bax bu kimi şərti işarələr əsasən nədir? Bunlar əsasən konturludur. Xətti şərti işarələri nədir? Xətti zolaq şəklində uzanan şərti işarələrdir. Məsələn, burada qeyd edə bilərik körpülər, daha doğrusu yollar, sonra kanallar, çaylar və yaxud da ki, cığır, nə bilim, yəni xətt zolaq şəklində uzanan şərti işarələr və yaxud da obyektlər təsvir edən şərti işarələr adlanır. Nə adlanır? Ümumiyyətlə xətti şərti işarələr. Bir də ki, burada miqyassız şərti işarələr var. Miqyassız şərti işarələr hansılardır? Miqyassız şərti işarələr isə əsasən o qədər kiçik olur ki, onu xəritədə yalnız və yalnız yeri müəyyən olunur. Yəni obyekt aydın seçilir ki, məsələn burada zavod var, qüllə var, körpü var və s. Bax bunlarda yəni nə eni var, nə uzunluğu var. Bu elə bir sahədir xəritə üzrə. Ona görə bunlar da adlanır miqyassız. Deməli, konturluda həm eni, həm uzunluğu var sahəsini tapmaq olur. Zolağı da yalnız uzunluğunu tapmaq olur. Miqyassızda isə nə enin, nə uzunluğunu tapmaq olur. Sadəcə onun yeri müəyyən eləmək olur. İndi burada fikir versək, bir də qurun şərti işarələr var. Bataqlıq, çəmənlik, şoranlıq, qumluq. Bunu da fikir verin. İndi şərti işarələrə baxaq. Məsələn, şərti işarə bu şəhərdir. Şəhər şərti işarəsi konturludur. Abadlaşdırılmış qurund yol xəttidir. Qarışıq meşə belə deyək, konturludur. Kənd deməli konturludur. Taxta körpü, fikir verin, taxta körpü miqyassızdır. Kolluq və çəmənlik konturludur. Məktəb miqyassızdır. Sonra çöl və meşə yolları xəttidir, elektrik xətti. Qumluq yenə konturludur, fikir verin. Zavod miqyassızdır. Cığır burada xətti, su quyusu isə miqyassız şərti işarədir. Sonra eyni yarpaqlı meşə, qırılmış meşə ikisi də deməli konturludur. Elektrik stansiyası miqyassızdır. Çay axın istiqaməti, çay ümumiyyətlə xəttidir. Tək belə deyək, kol, fikir verin, kolun işarəsinə, tək kolun işarəsinə fikir verin. Bu da miqyassızdır. Sonra karxana, fikir verin, bunun şərti işarəsi budur, karxana. Sonra beton bənd, burada fikir verin, beton bəndin işarəsi bu formadadır. Bunlar əsasən miqyassızdır. Sonra əkin belə deyək, sahələri bu sahəvidir, yəni konturludur. Dəmir yolu xəttidir. Dəmir yolu stansiyası isə miqyassızdır. Bulaq miqyassızdır. Yer dərmanı miqyassızdır. İynəyarpaqlı meşə sahəvidir, yəni konturludur. Cığır isə xəttidir. Metal körpü fikir versəz miqyassızdır. Göl belə deyək, bataqlıq sahəvidir. Tək ağac miqyassızdır. Bunların hər birinin işarəsi mütləq şəkildə baxmaq lazımdır. Şose yolu əsasən xəttidir. Uçurum belə deyək, fikir verin, bu işarəsi də budur. Uçurum da əsasən zolaq şəklində xəttidir. Sonra üzümlük
sahəvidir, işarəsinə baxan dollara oxşuyur. Yarğandır, bunu xətti şəkildə, zolaq şəklində uzanıb. Kolluqdur, sahəvidir. Seyrək meşə, fikir verin işarəsinə. Bunun işarəsi belədir. Bu da sahəvidir. Meyvə bağları da bu formadadır. Əsasən bunun da işarəsi bu formadadır. Bu da əsasən konturlu şərti işarələrə aiddir. Bu dərsimiz üfüqün cəhətləridir. Üfüq nədir ümumiyyətlə? Gəlin, üfüq ümumiyyətlə hər hansı bir düz səthdə bizim açıq səmada gördüyümüz hamar səth, açıq hissə üfüq adlanır. Üfüqün ümumiyyətlə əvvəllər məsələn insanlar üfüqdə cəhətləri təyin etmək üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Məsələn, günəşdən ən etibarlı idi. Sonra qütb ulduzundan, şimal yarımkürəsində yerləşən qütb ulduzuna görə, cənub yarımkürəsində ümumiyyətlə qütb ulduzu görsənmir buna əsasən. Ümumiyyətlə yerlə qütb ulduzu arasında məsafə 434 işıq ilinə bərabərdir. Burada biz bir şey də qeyd edə bilərik. Məsələn, əsasən müsəlman ölkələrində məscidin qapısı həmişə qibləyə tərəf, yəni müqəddəs Məkkə şəhərinə tərəf açılır cənub-qərb istiqamətində. Sonra iri belə fikir verin, ağac hissəsində, şimal hissəsində həmişə günəş düşməyən tərəfə mamır belə deyək də olur. Həmişə şimal hissəsində, cənub hissəsi isə mamırlar olmur. Buna əsasən də müəyyən etmək olur. Yəni bunların bir çox yöntəmləri var. Biz elə bunları bilsək bəs eləyir. Yəni ağaca görə, günəşə görə, qütb ulduzuna görə, minarənin qapısına görə, yəni məscidin qapısına görə bunu müəyyən etmək olur. Ümumiyyətlə biz dedik ki, ümumiyyətlə üfüqdə fikir versək, məsələn şimal istiqamətə baxsaq, bura şimaldır, arxamız cənub olacaq. Bizim belə deyək də sağ tərəfimiz şərq, sol tərəfimiz qərb istiqaməti olacaq. Yəni bu istiqamətdə baxanda fikir verirsiniz, bu formada olur. Ümumiyyətlə üfüqü təyin etmək üçün də bucaqlardan istifadə olunur. Bu əsasən azimut bucağı adlanır. 360 dərəcəyə bölünür. Məsələn, üfüqün əsas cəhətləri hansıları idi? Şimal, cənub, şərq, qərb. Bir də aralıq cəhətləri var. Məsələn, şimal, şərq, cənub, şərq, cənub, qərb. Yəni iki belə deyək, cəhətin orta hissəsi, şimal, qərb. Bax bunlara aiddir. İndi bunları biz nə ilə qeyd edirik? Şimal demirik, biz deyirik 0-360 dərəcə. Yəni dərəcələndiririk, dərəcəyə bölürük. Bu, yəni üfüqün istiqamətini, cəhətini göstərən dərəcə ümumiyyətlə azimut adlanır. Şimal 0-360-dır. Yəni 0-dan başlayır, 360 da burada bitir. 0 dərəcə deyəndə, azimut deyəndə şimalı bilin. 360 dərəcə deyəndə şimalı bilin. Tabii başqa cəhəti götürməyin. Çünki bu belə bölünüb. Bu bölgüyə əsasən. Sonra şərq 90 dərəcə. 90 dərəcə azimutla deyirsə səyyah hərəkət edir, siz şərqi başa düşün, qərbi başa düşmür, şimal başa düşmür. 90 dərəcə azimut. Sonra cənub 180 dərəcə, qərb 270 dərəcə. Bunlar əsas belə deyək də cəhətlərin dərəcələridir. Aralıq var. Məsələn, şimalla şərqin 0 ilə 90-ın ortası 45 dərəcədir. 90 ilə 180 ortası 135 dərəcədir. Sonra 180 ilə 270-in arası 225 dərəcə ortası. 270 ilə 360-in arası 315-dir. Yəni 45 deyəndə şimal-şərqi başa düş. 135 deyəndə cənub-şərqi başa düş. 225 deyəndə cənub-qərbi, 315 deyəndə şimal-qərbi. Bax bunları qeyd etmək olar. Burada da məsələn istiqaməti şimal istiqaməti, cənubu, şərqi, qərbi, şimal-şərqi, şimal-qərbi, cənub-şərqi, cənub-qərbi istiqamətində belə olur. Yəni burada həmin bu hissələrdə qeyd etmək olur. İndi bununla bağlı suallar var. Ona baxaq. Məsələn, belə bir sual var ki, deyir ki, məsələn, səyyah 135 dərəcəli azimutla gedirsə, 135 dərəcəli azimutla gedirsə, o geri hansı azimutla qayıdacaq? Belə bir qaydamız var. Əgər verilən dərəcə, bu 135-dir tutaq ki, dərəcə burada A məntəqəsindən çıxıb. Verilən dərəcə əgər 135, daha doğrusu 180 dərəcədən kiçik olarsa, həmin verilən dərəcənin üzərinə bunu gəlirik, 180-i gəlirik. Yəni məsələn 135 dərəcə ilə gedibsə, 180-in üstə 135-i gəlirik. Deyir nə qədər? 215 dərəcə. Düzdür? 315 dərəcə daha doğrusu istəyirəm. 315 dərəcə. Yəni bu istiqamət.
Fikir verin. İndi gəlin baxaq bura. Görürsüz 315 dərəcə hansı istiqamətdədir? Bu istiqamətdədir. Bax bu odur. Yəni əgər 180 dərəcədən verilən dərəcəmiz kiçikdirsə, onu toplayırsan. Əgər verilən dərəcə 180 dərəcədən böyükdürsə, həmin ədəddən 180. Məsələn 200 dərəcədirsə, 200-dən çıxırsan 180, qalır 20 dərəcə. Başa düşdünüz? Bax bu formada bunları belə yazacaqsınız. Bir də bir forması var. Yəni deyir ki, məsələn əvvəlcə turist 0 azimutla 5 kilometr getdi. Lap yaxşı, 5 kilometr getdi A məntəqəsindən. 0 azimut hara idi? 0 dərəcə şimal. Daha sonra 290 azimutla daha 5 kilometr getdi. 5 kilometr getdi. Deyir, bu çatdığı məntəqədən başladığı məntəqəyə ən qısa məsafə necə, hansı azimutla hərəkət edir? Onu yadda saxlayın ki, bu üçbucaq qaydasından istifadə edin. Buradan bura ən qısa məsafə belədir. Bu istiqamətdə hansı istiqaməti bildirir? Həmən yadınıza salın. Əgər çətinlik də çəkirsinizsə, bax belə bir xətt çəkin ki, yəni bax bu oldu bizim belə deyək də cəhətləri təyin edən istiqamətlərimiz əsasən şimal, əsas cəhətləri çəkin şimal, cənub, şərq, qərb. İndi buradan bu istiqamətə gedirsə, deməli bu haradır? Cənub, qərb istiqamətinə. Aralıq cəhətdir. Burada da baxa bilərsiniz. Bax həmin bu istiqamət. Görürsüz, cənub, qərb. Bu istiqamətə cənub, qərbdir. Bu da bax digər formasıdır. Bunun indi PDF-dən də siz daha aydın belə deyə baxa biləcəksiniz. Növbəti dərsimiz planalmadır. Planalma yəni hər hansı bir ərazi üzrə quş baxışı təsvir aparırsan. Ona görə planalma iki cür aparılır planı almaq üçün. Biri havadan, biri yer üstü. Bəs havadan kosmik aparatların, peyklərin, təyyarə, helikopter, dron kimi vasitələrlə çəkilən şəkillər əsasında müəyyən olunur havadan. Yer üstü isə iki yolu, dəqiq bir də gözəl. Dəqiq əsə mürəkkəb alətlərindən teodolit, busul kimi alətlərdən istifadə olunur. Gözəl isə sadə alətlərdən istifadə olunur. Məsələn, vizir xəttkeş, qələm, mezula və s. Bu da özü də iki hissəyə ayrılır. Marşrut, bir də qütb. Marşrut nə idi? Marşrut bir neçə nöqtədən, qütb üsulu isə bir nöqtədən aparılır. Fikir verin. Qütb üsulu bir nöqtədən durdum, bir neçə nöqtəyə istiqamətində hesablama apardım. Marşrut üsulu isə bir neçə nöqtədən durub mən hesablamaları nədim, apardım. Bu da olur marşrut planalma. Yəni marşrutda bir neçə ərazidə belə deyək, böyük bir ərazilərin təsviri üçün istifadə olunur. Planda isə, qütbdə isə bir nöqtədən aparılır. Dəqiq alətlər teodolit, busul, gözəllik alətləri mezula, planşet, yəni gözəl planalmanın alətləri xəttkeş, kompas, mezula və planşet daxildir.